على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. لا حول ولا قوة إلا بالله العلي العظيم. وصلى الله على سيدنا وسيد المرسلين وعلى أهل بيته الأطيبين واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى يوم الدين. أما بعد، قال الحكيم في كتابه الكريم: أعوذ بالله من الشيطان الرجيم. فلا تزكوا أنفسكم هو أعلم بمن اتقى. صدق الله العلي العظيم. Allah Təbarək və Teala bu mübarək kəlamları danışıb, eşidib, əməl eləməkdə, başa düşməkdə hamımızı müvəffəq eləsin. Muhammed Ali Muhammedə salavat zikr eləyə inşallah. Muhammed və Ali Muhammed və accil faracahum. İnşallah yeni mövzu ilə xidmətizdik. Çox diqqətinizi xahiş edirəm. İnşallah məclislər eləşənlər, telefonları bizə qoyun döşək çənin altına. Mübarək nurlu gözlərinizlə diqqətiniz burada olsun ki, bir şeylər məndə o baxışlardan bir stimul alam. Mümkün olsa da yaxında eləşin, qoy məndə bir şeylər danışa bilim inşallah. Mən bir ayə oxudum, Quran ayəsi ilə başlayaq sözümüzə. Nəcm surəsi 32-ci ayə. Ola bilər bu mövzudan sonra bəzi suallarım ola, ona görə diqqət istəyirəm. İnsafsızlıq olar, özüm bu mövzuya o qədər heyfim gəlir. Belə adam əziz balasını belə verməz, o cür mövzudur. Allah Təbarək və Teala Nəcm surəsinin 32-ci ayəsində axırında buyurur: Və la tuzakku enfusakum. Özünüzü təmizə çıxartmayın. Huvə a'lamu bimen ittaqa. Allah bilir təqvalılar kimdir. Demə mən yaxşıyam, mən düzəm. Hey özü müdafiə edirsən, yox, məndən yoxdur. Allah bilirəm, sən kimsən, özünü təmizə çıxartma. Niyə bu ayəni oxudum? Yadınızda saxlayın, ayəni sözüm var bu ayədə. Biz mövzumuz Kərbəla mövzudur. Bu günlər əsrlərin Şamda olan vaxtlarıdır. Əməvi təfəkkürü 20 il Muaviyyənin Şamdakı valiliyi, sonra da 20 ildə bir xilafəti, daha doğrusu bu Muaviyyə sisteminin Şamla Bəsrəni bir günə salmışdı. Şam Suriyanın şəhəridir, Bəsrə də İraqın şəhəridir. Şamı eləmişdi muanid, nasibi, əhl-i beyt düşməni. Bəsrəni eləmişdi müxalif, tamam Süffeyndən gələn xaricilər, Əl-İslam'a arxa çevirənlər yığılmışlar Bəsriyə. Niyə görə bu sözlər deyirəm? Sonra Übeydullah ibn Ziyadın da orada valiliyi o xəvariclərə görə baş tutdu. Niyə görə bunu deyirəm? İmam Zeynul-Abidin Əssalam xanım Zeynəb salamullah əleyha Kufədə bir cür danışır. Məni o qədər heyrətdə qoydu bu məsələlər. Niyə görə Kufəlilər ağlayır və xanım bunlara başqa cür danışır? Çünki Kufə əhalisi əksəriyyəti şiə idi, amma qorxudulmuş şiələrdir, qorxmuşlar. Bax, 3 şəhər adı çəkirəm, diqqət edin bu müqəddimədir. Kufə qorxaq, Bəsrə müxalif, Şam nasibi, imamdan xəbəri yoxdur. Hətta ibadət edənlərlə, ibadət edən insanlarla imamların arasına bir pərdə çəkmişdilər, cəmaat cahildirlər, bilmirdilər nə baş verir. Şamdakıları inandırmışdılar ki, xəlifəyə qarşı çıxan yol kəsənlər var, quldurlar var, onları öldürüblər. Üzr istəyirəm, ən pis adam kimi qələmə vermişdilər. Ona görə Kufiyə İmam Hüseyin Əsəlamın karvanı yerində Kufə ağlaşırdı, çünki tanıyırdı. Kufə ilə Şamın fərqinə bax. Şama gedəndə Şamlılar bayram tədarükü görmüşlər. Hamı qırmızı geyinmişdi, Şam bəzənmişdi. Bayram necə olur? Xalq bayram eləyir. O əhval-ruhiyyədə idi, Kufədən fərqli olaraq. Çıxdılar sevinlə Şamın qapısına,
Küfəlilərin, üzr istəyirəm, Şamlıların bir ağsaqqalı, alnı səcdədən yeri qalan bir kişi çıxdı İmam-ı Səccad, gördü bir dənə kişi İmam-ı Səccad Rəsulullah. Deməli söz buna deyəcəm. Dedi, həmd olsun Allaha ki, sizi məğlub elədi, kişilərinizi öldürdü və qadınlarınızı da əsir gətirdi Şama. Siz xəlifi ağ olubsuz. Ağa buyurdu, bilirsiniz biz kimi? Dedi, yox, amma bilirəm ki, xəlifi ağ olubsuz. Dedi, Quran oxuyursan, heç ay qoca, dedi, bəli. Ağa, bunları hamısını deməyəcəm, ayələr oxudu. Dedi, Quranda Şura surəsi 23-cü ayəni oxuyubsan, Allah Teala buyurur, ya Peyğəmbər, Peyğəmbərliyin müqabilində heç muz istəmirəm, bir dənə denən əhl-i beytimə məvəddət istəyirəm. Dedi, orada məvəddət tələb olunan əhl-i beyt bizi, qurba bizi, illəl məvəddətə fil qurba. O Quranın Şura 23-cündəki qurba bizi. Xums ayəsini oxuyubsunuz, və aləmə ennəmə qənimtum ennə min şeyin xumusahu. O, elə ki bir şeydən qənimət əldə elədiniz, onun 5-dən birin Allah üçün Peyğəmbərinə vəl-rəsul vəlidil qurba vəl-yətama. Peyğəmbərin yaxınlarına verin. O yaxınlarda bizik. Əhzab surəsi 33-cü surənin 33-cü ayəsini oxuyubsan, Allah iradə edir əhl-i beytdən çirkinlikləri uzaqlaşdırsın və onları paç qərar versin. Dedi, oxumuşam. Dedi, oradakı əhl-i beytdə bizik. Dedi, doğrudan belədir. Siz olar. Dedi, o Peyğəmbər ailəsi bizik. O baş Peyğəmbərin balasının başıdır. Peyğəmbərin qucağında böyüyənin başıdır. Dedi, həlli tövbə. Mən tövbə eləsəm Allah qəbul edir. Ağa biri tövbə edir. Tövbə elədi. Bu kişi döndü xilafətə qarşı. Baxın, Şam cəmaatı cahil idi. Niyə görə bu müqəddiməni açdım? İmam-ı Səccad ağanın xütbəsi məni heyran elədi. İmam-ı Səccad ağa Küfədəki kimi Şamda danışmır. Şamda özlərin, əhl-i beyti tərif edir. Xütbəyə baxın, deməli sözlər var, eşidənin, dərk eləyənin evi abad. Ağa buyurur, əyyuhənnas, söz alır, bir xətib çıxır Yezidin huzurunda, mənbərə, başlayır Yezidi tərif eləməyə, Peyğəmbər ailəsini, İmam Hüseyin əsənin pisləməyə. İmam Səccad ağa siyasi məclisdə səfirlər, böyük adamlar yığışıb Yezidin sarayına. İmam Səccad ağa bir icazə verin, o taxtanın üstünə məndə çıx. Minbər demir. Niyə taxta deyir? Çünki orada Yezid təriflənir. Yezid təriflənində bu mənbər olur taxta. Burada Allah, Peyğəmbər, İmam sözü deyiləndə olur mənbər. İcazə verin, o taxtanın üstünə çıxın, İmam çıxandan sonra olacaq mənbər. İstəyir Yezidi qoymaya, ətrafdan deyilir, qoy çıxsın görək o zəif adam nə deyəcək? İmam çıxır, əyyuhənnas, dilvə qurban ağa. Utina sitten, özlərini təqdim edir. Əl-ilmu, vəl-hilmu, vəl-səmahə, vəl-şücaə, vəl-fəsahə, vəl-məhəbbə fi qulubil mumin. Bir dənə bu cümlədə deyişim. Bir dənə bu cümlədə deyişim. Ay cəmaat! Allah bizə utina 6 şey verib. Adam bu cümlədə heyrətdə qalır. Allah verib. İmamın qeyri-imamdan fərqi budur. Allah verəndir, qazanılan deyil. Allah bizə elm verib, helm verib, səxavət verib, şücaət verib, fəsahət verib, möminlərin qəlbində məhəbbət verib. 6 dənə. Allah bizə verib bunu, yetişmə verib. Mən bunları tək-də izah edəcəm, yəni nə? Əzlərim. Niyə 1-ci Nəcm surəsi 32-ci ayəni oxudum? Ayənin yerini inşallah düz dedim. Bəli, Nəcm 32. Dedim, Allah buyurur, özünüzü paça çıxartmayın, özünüzü tərifləməyin. Bu ücbdir, loğalanmaqdır. Mən bilirəm kim təqvalıdır. İmam Səccad, əvvəl buna adam bu gözlə baxanda, deyirsən İmam-ı Səccad əleyhissalam, məazallah, bu nə söz özlərini tərif edir? Qoy bunun izahını deyim, elmi izahını deyim. Adam var, istəyir yanındakılara hacda olmağını bildirmək üçün deyir, and olsun öpdüyüm qaradaşa belədir. Yəni biləsən ki, mən həcdə olmuşam.
Ağa, bilirsən nə var, nə yox deyirəm, bəli. Allah and olsun səni hər gecə namazı, vitr namazının qunutunda dua edirəm. Yəni, bil, ay molla, bil, mən gecə namazı qılıram. Yox, bundan deyil, İmam Səccad ağanın dediyi. Qardaş, özü tərifləmək olmaz ücbdir. Amma 4 yerdə gözəldir, icazəlidir və gözəldir. Deyim, harada? Birinci, bir adam mütəxəssisdir, gərək özünü tanıtdırsın. Yıxılıb bir adam orada boğulur, sudurğa keçirilir, həkim dur əl üstə, deyək ki, mən desəm həkiməm, loğal olur. Yox, həkimin vəzifəsi deyək ki, çəkilin kənara, buraxın mənim ötəmə, mən həkiməm. Gəldin, girdin birine məclisə, gördün məclis burada moizə istəyir, ruhanidir, durasan desin, ağa, icazə versəz, mən bunu bacarırım deyim. Mütəxəssis öz ixtisasım, maşın xarab olub yolun qırağında, hamı tökülüb bacarmır, ustadır saxladım, mən ustayam, qoy düzəldim. Mütəxəssis özün tanıtdırmaq gözəldir, bir. Denən Quranla dəlilin gətir, bunlar bir, o qədər bunu hazırlayanda, cümədən sonra getmişəm, biraz dincələm, bugün 2 dənə xütbədən sonra, Allah qəbul etsin, Allah tövfiq verdi. Oturdum, ona görə yazırdım, ola bilər namaza çata bilməm. Bu mövzunu yazanda özüm bütün o yorğunluğumu çıxartdı, Rəbbim şahiddir. Qaça-qaça gəldim, bunu sizə təqdim edeyim. Quran buyurur, Quranda özün tərif edən kişilər var. O Misrin kralı Əzzi dedi ki, kimdir burada bu xəzinədarlığa layiq? Yusuf Peyğəmbər dur dedi, mən. Ayəyə baxın. İc'alni əla xəzainil ərdə İc'alni əla xəzainil ərdə inni hafizun əlim. Məni qoy xəzinələrin üstünə rəhbər, xəzinədar. Mən həm hafizəm, həm əlim. Həm iqtisadiyyatı bilirəm, necə xərcləmək lazımdır. Həm də mən o mülkü qoruya bilənəm, hafiz. Bugün bilirsiniz, dünyada niyə təbəqələşmə gedir? Cəmaatın əmanətlərinin üstündə oturanlar əlimli, mütəxəssisdir, amma hafiz deyirlər, xaindirlər. Elə oturan deyir, mənim dədəm alımdır, qapır. Amma Quran deyir, Yusuf Peyğəmbər, Allah bu ayədə deyir ki, gərək cəmaatın malının üstündə olan həm hafiz olsun, həm əlim. Sənə etibar edərlər bir büdcəni, bir pulu, bir malı. Həm o iqtisadiyyatı bilməlisən, həm də mühafizəçi olmalısan, o sənin əlində əmanətdir. Bəli, bu bir, mütəxəssis gərək özünü təqdim edir. İkinci, üzərinə böhtan atılmış, töhmət atılmış adam gərək dursun, özünü tanıttırsın. Məsələn, İmam Hüseyin əleyhissalamı Kərbəlada dinsiz adı ilə öldürmək istədilər. İmam Hüseyin əleyhissalam başına qoydu əmmaməni, Peyğəmbərin əmmaməsini. Peyğəmbərin qılıncını çıxdı atın üstə. Dedi, bu əmmamə Peyğəmbərin əmmaməsi. Bu qılınc Peyğəmbərin qılıncıdır. Mən Peyğəmbərin balasıyam. Məni dinsiz adı ilə öldürə bilməz. Mən Peyğəmbərin balasıyam. Allahın imamıyam. Xanım Zəhranın oğluyam. Özün adama töhmət atanda, böhtan deyəndə, gərək durub desən, mən belə deyiləm. Bunlar mənə yapışmaz. Özü müdafiə edəsən. Burada günah deyil, yaxşıdır. 3. Düşməni sındırmaq üçün qarşısında bizim Kərbəla şəhidləri rəcaz oxuyur. Mən Həbib ibn Məzahir deyir, Ənə Həbibun əbi mudahhar. Mən Həbibəm, atam müzəhhərdir. Mən Pakın dalıca gəlmişəm, tərif edir özün. Qoy mən bir dənə burada hadisə deyim. Düşmənə deyəsən, sən kimsən? Mən varam, sən kimsən? Əbdülməlik Yeziddən sonra xəlifədir. Allah elə ona da buna da lənət eləsin. Əbdülməlik gəlib Məkkəyə, İmam Səccad əleyhissalamda həcc səfərindədir. Kəbədə gördü İmam Səccad əleyhissalamı, İmam Səccad əleyhissalam buna etina eləmədi, üz çevirdi. Xəlifəyi. Əbdülməlik dedi, Peyğəmbər balası, aton İmam Hüseyin əleyhissalamı mən öldürməmişəm, Yezid öldürüb. Mənə niyə acıqlısan? Həzrət buyurdu, o öldürdü, Allahın qəzəbinə də gəldi. Mənim səndən işim yoxdur. Səndən işim yoxdur, ona görə də sənə diqqət eləmirəm. Dedi, yox ağa, səndən bir xahişi var, mən xəlifiyəm.
Sənin də eşitmişəm xərclərin var. Gəl sənə bir maaş ayırım, o xərcləri təmin eləyəsən. Ağa döndü, gəldi buna tərəf. Bu iman əhlinin söhbətdir. Allah bizi bu dərəcə çatdırsın. Əbasın ətəyin bir dəfə bunun yanında, Kəbənin yanında sərdi yerə yığışdırdı. Mərvanın rəngi oldu ağappaq. Gedəndən sonra İmam Səccad ağa dedilər, nə gördün ki, o sənə nə göstərdi? Əbasın göstərdi, getdi. Niyə elə təlatümə gəldin? Dedi, vallahi Əbasın sərdi yerə qızıl təpəsi görsəndi mənim gözümü. İmam buyurdu, yəni sən kimsən? Allahın vəlisi mənəm, mülk mənim ixtiyarımdadır. Sən kimsən, mən səndən hüquq alam? Düşməni sındırmaq üçün adam özünü göstərər. 4. Qarşı tərəfin hidayəti üçün görürsən azacaq, denən mən kiməm? Görürsən tanımır, denən. Süffeyində bir cavan götürdü qılıncı, Əli Aleyhisselamın düz üstünə gəlir. Bismillahirrahmanirrahim oxuyur. Əmmə yətəsəəlun anin nəbəyil azim. Cumhur İmamın üstünə. İmam burada cavan, dayan, Əmmə surəsini oxuyur. Səndən soruşacaqlar əzəmətli xəbərdən ya Peyğəmbər. Əllədihum fihi müxtəlifun. Cəmaat onun barəsində ixtilaf edəcəklər. O xəbərdən soruşacaqlar. Təfsirlər deyirlər, bu qiyamət xəbəridir. İndi görək Əmir-i-Mömin Əsələm nə deyir? Cəmaat haqqında ixtilafa düşən nəbəyi əzim, əzəmətli xəbər nədir? İmam burada cavan, dayan, tələsmə. Görür axı, ayəni oxuyur, mənası ilə döyüşür. Bir də deyim bu cümləni dərk elə. Ayəni oxuyur, mənası ilə döyüşür. Ağa bilirsən o nəbəyi əzim nədir orada? Dedi, yox. Dedi, vallahi ətəarifu ən-nəbə'ül-ədim. Tanıyırsan nəbə'ül-ədimi? Dedi, yox. Vallahi ənə nəbə'ül-ədim. Mənəm o əzəmətli xəbər. Allah Peyğəmbərinə buyurur, səndən soruşacaqlar. Onun haqqında cəmaat ixtilafa düşür. O mənəm. Dedi, necəsən sən? İmam özünü tanıtdırdı. Bir kəlmə imamın sözü ilə keçdi imamın tərəfinə. Hidayət oldu. Deməsəydi zəlalətli idi. Məsələn, və yaxud da Səsai ibn Suhana imam, məsələn, məndən soruşlar, adın nədir, filankəs, o filankəs dediyim kimi, imam Peyğəmbərlərdən, Allah Rəsulundan başqa, o biri Peyğəmbərlərin üstünlüyün izah edir. Mən bu cəhətə. İndi soruşuram, mən dedim 4 yerdə yaxşıdır ki, özünü tanıtdırasan. Bu 4-ünün hansı çıxmışdı İmam-ı Səccadın qarşısına? Təhlil eləmə İmam-ı Səccad ağanın xütbəsini. 4 dənə bənd saydım sizdən. Hansı çıxmışdı İmam-ı Səccadın qarşısına? Ağa özüm belə tərif edirdi özləri. Yox, mən deyirəm 4-ü də çıxmışdı. Qoy deyim. Birinci dedim, mütəxəssis imamdır, zamanın imamı mütəxəssis. Gərək orada imam danışsın, Kərbəlanı izah eləsin. 1. İkinci, töhmət, indi siz dediniz, töhmət vurmuşlar, onları xarici adı ilə gətirmişlər, onları dinsiz adı ilə gətirmişlər. İmam gərək o böhtanı götürərdi. Deməli sözüm var, diqqət edin. Sonra, 3-cü, Yezidi sındırmaq üçün, düşməni sındırmaq üçün. Sən kimsən Yezid? Biz Peyğəmbər balalarıyıq. Sonra bir də oradakıları hidayət eləməkdən ötürü, ayıtmaqdan ötürü. Ağa buyurur, bizə elm verilir. İndi hidayət eləməkdən ötürü necə? İmam bu cümlələri qısa bir xütbə oxuyandan sonra ağanın Şamdakı xütbəsini gedərsiniz, oxuyarsınız. Mən bir cümləsini oxuyuram. Romanın səfiri düşdü, gəldi İmam Hüseyin Əsəlamın başı üstə ağladı, müsəlman oldu, şəhid elədilər. Qarşı tərəfi hidayət elədi imamın kəlmələri. İndi o 6 dənə bizə verilib, onları da tez-tez izah edeyim, sözüm qurtarsın. Kərbəlayı, ağa buyurur, bizə Allah utina, kəsəblə yox, bizə elm verilib, biz almamışıq. Buna deyirlər, elmi lədün, Allah verən elm, heç bir müəllimin, ustadın, məktəbin, mədrəsənin qapısına getməyib. Qeyb elmi, üzr istəyirəm, imamın elmi bunu eşitməyibsiniz, deməmişəm. 5 əsaslandı.
bax bu əqaiddir. İmamın elmi lədünni 5 əsaslıdır. Birinci, Allah imama qeyb elmin verir. Qeybi bilməyi. Onu bizə vermir. Allah mütləq qeybi vermir ha. İzin verdiyi qədər imama qeybdən xəbər verir. Görürsən, imam qeybdən, sənin niyyəti deyir. Allah izin verir. İmam Əli əleyhissalam, 11-ci imamımız, İmam Həsən Əskəri əleyhissalamın vaxtında İraqda baş verən hadisələrdən danışır. Belə olacaq, deyirlər, sən qeybdən xəbər verirsən. Ağa buyurur, hada təallumun mindil qeyb. Bu qeybin sahibinin mənə öyrətdiyidir. Ağa buyurur, bizə elm verilib, elm bir üstə bir deyil. Allahın imama verdiyi birinci elm qeyb elmidir. 38-ci ildə imam, qoy bir dənə misal deyim, çoxdur bu. Bunun haqqında 3 cild kitab var ki, imamlar nələrdən xəbər verir. Mən bir dənə hədis oxuyuram. Hicrətin 38-ci ilində İmam Əli əleyhissalam oturub Küfədə mənbərdə. Bir nəfər girdi içəri, dedi, ay cəmaat, imam danışır. Dedi, Xalid ibn Ürfətə öldü. Küfəli bir kişidir, Xalid ibn Ürfətə. İmamın sözünü kəsdi. Məclis, axı ölüm xəbər çatanda mən burada danışıram, Allah eləməsin. Desələr filan kəs öldü, hamı duracaq qarşıza bir. Ağa buyurdu, sözü kəsdin, amma sözün yalandır burada oturub. Xalid ibn Ürfətə ölməyib. Mən görürəm bir neçə ildən sonra Xalid ibn Ürfətə Bəni Ümeyyə bayrağı ilə bu Küfiyə girəcək, Küfə məscidinə girəcək və Həbib Cəmmal da mənim oğlum İmam Hüseynin başını onun yanında bu Küfə məscidinə salacaq. Həbib Cəmmal da oturub imamın mənbərində burada. Burada oturub. Həbib Cəmmal durdu, dedi, ağa sən nə danışırsan? Həzrət buyurdu, dedim, da təkrar elətdirmə, dedim. İbn-i Mülcəmə deyirdi ki, mən onun yaşamağını istəyirəm, o mənim ölümümü istəyir. Buna deyirlər, elmi qeyb, Allah verən. 22 ildən sonra, 38 ildən 22 il bala keçəndən sonra, Hicrətin 60-cı ilində, 61-ci ilində həmin ravi deyir. Deyir, oturmuşduq Küfə məscidində, İmam Əli əleyhissalam deyən kimi, Xalid ibn Ürfətə bayraqla girdi və Həbib Cəmmal da İmam Hüseyin əleyhissalamın başı əlində girdi Küfə məscidinə. Əli əleyhissalamın 22 il qabaq dediyi söz yerini aldı. Buna deyirlər elmi qeyb. Elmi qeyb bizə bilirsən niyə verilməyib? Biz onu həzm eləyənməliyik. Bizim tutumumuz yoxdur. Biz bilsək sabah başımıza nə gələr, ürəyimiz partlayar. Amma Peyğəmbər xəbər verir İmam Hüseynin başına gələnləri. Əli əleyhissalam xəbər verir. Bunlar tutumu var, zərfiyyəti var. Peyğəmbər bir gün Mədinədə cəmaata çağırdı. Gəlin bura, o bulud yağış məscidinin yanında. Gəlin bura cənazə namazı qılacaq. Ya Rasulullah, kim ölüb? Dedi, Efiopiyada, Həbəşdə Nəcaşi ölüb. Buna deyirlər elmi qeyb. Efiopiyadan xəbər nə vaxta gələr? Peyğəmbər cəmaatı yığdı orada şifahi cənazə namazı qıldı. Xoş alma. İkinci, Allah imamlara verdiyi deyir, elm verilir, bunun təfsiridir. Allah imamlara verdiyi bütün dinin elmidir. İmam bütün Kur'an'ı bilir. Kur'an'ın ayələri nəyə görə gəlib, incəliyinə qədər, nöqtəsinə qədər hamısını imam bilir. Canlı Kur'an imamlardır. Nə xoşalımıza biz Kur'an'a təfsir öyrənəndə İmam-ı Sadiqdən öyrənirik. Da kimlərin tərəfindən Kur'an'ı öyrənmirik. Üçüncü, bunlar test edeyim, yordum sizi. Mövzu biraz genişdir, üzr istəyirəm. Amma dəyər. Üçüncü, Allah imamlara lüğət elmi verib, dil bilmək. Bütün dilləri imamlar bilir. Hətta bütün hansı dildə İmam Həsən əleyhissalama neçə dildə Mədinədə danışdılar, imam hamısına cavab verdi. Bu ilahi elmdir. Burada bir dilə məxsus deyil imam. Dördüncü, Allah imamlara bütün varlıqlarını, heyvanatın və bitkilərin dillərini verib. Qurana baxın. Quranda üllimlə məntiqət deyir. Süleyman Peyğəmbərə Allah, Süleyman Peyğəmbər də Allahın hüccətidir. İmamlarımız da. Allah Süleyman Peyğəmbərə şanapipi ilə danışığın buyurur. Qarışqı ilə danışığın buyurur. Sərçə ilə hədis Süleyman Peyğəmbərin danışığın buyurur. Baxın,
Cinlərlə danışığın buyurur. Bu Allah verdiyi elm-i lədünün formasıdır. Allah Peyğəmbərinə və imamına verəndə bu cür verir. Peyğəmbərin yanında bir quş, kör quş cəhcəh vurur. Süleyman Peyğəmbər deyir, bilirsiniz bu nə deyir? Deyirlər, nə deyir ya Peyğəmbər? Deyir, o deyir, ilahi, kör eləyibsən məni, ruzumu ver. Gördülər bir dənə çəyirtkə gəldi bunun düz burnunun qabağının içində caynağını saldı, götürdü, uddu, sonra bir də cəhcəh vurdu. Dedilər, ya Peyğəmbər, indi nə deyir? Dedi, məni kör olduğum Allah, unutmayan Allah, ruzumu yetirən Allah, şükürlər olsun, həmd olsun. 5-ci imamlara və Peyğəmbərlərə verilən elm-i lədün bugünün dünyanın istənilən vaxtında müasir qalan elm. Bilirsiniz, kimya elminin banisi Cabir İbni Həyyandır. Sadəcə imamlar əleyhissalam işıqdan danışır. Bugünün elmini o vaxt həzm eləyən olmadı ki, götürən bilən olmadı ki, onlar əmanət eləsin. Cabir İbni Həyyanın düzəltdiyi cədvəli, kimyəvi cədvəli, elementlərin cədvəlini yazıblar Mendeleyevin adına. Bu İmam Sadiq əleyhissalamın elminin bəhrəsidir. Niyə görə bunlar sayıram, qardaşlar? Bir salavat deyin, yuxuz qatsın, qutarım söhbət. Çox təəssüf, mövzunun adını belə qoyaq. Çox təəssüf biz imamları tanımamışıq. Olduğu kimi tanımamışıq, yəni tanımışıq. Məsələn, Əli əleyhissalam İslam dünyası pəhləvan kimi tanıyır. Döyüşlərin qəhrəmanı vəssalam. İmam Zeynulabdin əleyhissalamı xəstə, zəif, əsir kimi tanıtmışıq. Bir nəfər gəldi Əli əleyhissalamın yanına, dedi, ağa, Quranda Allah buyurur, Rəbbül məşariqi vəl məqarib. Gün çıxanların, gün batanların Rəbbi. Axı bir yerdən gün çıxır, bir yerdə batır. Bu nə deməkdir ki, Allah buyurur, gün çıxanlarla, gün batanlarla? Həzrət buyurdu, 360 dərəcə deyir, o vaxt deyir. Yer kürəsində 360 dənə gün çıxan var, 360 dənə gün batan. Gündə bir dərəcədə gün çıxır və gün batır. Subhanallah. Bunu neçə əsr qabaq imam buyurur. Bizə elm verilib. Bu elm bildiniz hansı əsaslan? Bizə helm verilib. Ağa buyurur, ikinci bizə verilən helm. Helm bilirsiniz nədir? Həlimlik, yumşaqlıq. Bizdə həlimlik yumşaqdır. O kişi səndən biraz yumşaqdır, sən ondan biraz yumşaqsın. Amma başımızı pozanda həlimlik gedir işinə, əsəbləşəndə. Həlim odur ki, gec küsər, tez barışar. Gec əsəbləşər, tez də barışar. Buna deyilir həlim. Mütləq həlimlik imamdadır. Biz həyatla barışmırıq. Bilirsiniz niyə barışmırıq? Çünki helmimiz yoxdur. Məsələn, biz hamımız istəyirik ki, üzr istəyirəm ana bacılarımla, evdə əgər xanım hamilə olsa, hamımızın qəlbinə ki, nə olur, oğlan olar. Bir qız olanda bir burnumuzu sallayırıq. Bu, olan hadisələrlə razılaşmamaq, həlimin olmamağıdır. Bir nəfər İmam-ı Sadiq Əsəm yanında oturmuşdu. Gəldilər, dedilər, qızın oldu, burnun salladı. Həzrət Hüseyin, niyə elədin? Dedi, ağa, qızım var da oğlan istəyirdim. Dedi, pərdələr götürsə aradan, Allah məazəllə, əli ilə sənə qız uşaq uzatsa, nə deyərsən, almazsan? Dedi, sürətim nədir? Ağzım nədir, almıyorum. Dedi, o cür başa düş. Allah əli ilə sənə qız verir, məsləhət onu görür. Sən niyə burnu sallayırsan? Hə, Allah qız atalarına imkan versin ki, onları inşallah bəxtəvər eləsinlər inşallah. Əli əleyhissalam ləm təkun ma turid fəərid ma təkun. İstəmədiyin olmadısa, olanla razılaş. Bu həlimlikdir. Razılaş. Sən istəyirsən, məsələn, hamımız istəyir ki, mənim ətrafımda ən ali səviyyəli adamlar olsun. Amma neyniyək ki, hamımızın yaşadığımız yerdə, kollektivimizdə, Allah bu kollektivini uzaq eləsin. Məsələn, üzr istəyirəm, hamı ürək istəyən kimi olmur. Bu, düşdüyün mühitlə razılaşmaq. Bax, bu ortamla barışmaq, belə yola vermək, buna deyilər həlimlik. Aydındır, bizə həlimlik verilib. Bilirsiniz, Kərbəla müsibətinə niyə dözdülər? Allah həlimlik verdi. Həlimlik olmasaydı,
Qardaş, bu günləri bayaq orada Ərbəyinə getməkdən danışırıq. Hələ getməyiblər, burada istidən az qalırlar, tərriyələr. Vay, necə gedəcək? Avtobus kondisioner, təyyarə kondisioner, çadırlar kondisioner, otel kondisioner, hərəmlər kondisioner. Hamı deyir, fay. 22 gün həmin çölləri təkcə Küfədən Şama qədər Peyğəmbər ailəsi əsir gedib, boynunda dəmir zəncir İmam Səccadığa gedib. Buna dözüm ancaq helmləndir. Qoy bir dənə də həlimlə deyim, Qəmbər İmam Həlil Əsəlamla gedir, bir nəfər arxadan Qəmbərə söyüş verdi. Qayıtdı, cavab versin, İmam burada, dəşatiməkə muhan. Qayıt, cavab vermə, qoy sənə deyim, söyüş verəni, bıraq qoy alçalsın bir, sən ona cavab verməsən, Allaha razı salacaqsan, bir də şeytanı qəzəbləndirəcəksən, 3 dənə iş görəcəksən. Qarşı tərəf kiçiləcək, Allah razı olacaq, şeytan zəlil olacaq. Bu 3 səbəb sənin olacaq. Buna deyirlər həlimlik, Allaha razı sal. Ya demişik bunu, İmam Baqir Əsəlam'a bir nəfər deyir, bəqərsən sən. Ağa buyur, mən bəqər deyiləm, Baqirəm. Deyir, səndən o mətbəxi qadın oldu, aşbaz qadın. Ağa buyur, nə olar elə xanımın iş aşbazlığıdır. Deyir, sən bir dənə pis yolda olan qadın olsan. Ağa buyurur, bədəni əsir, sonra buyurur, sən dediyin anamda varsa Allah anamı bağışlasın, sən dediyin yoxdursa Allah səni bağışlasın. Böhtan deyirsiniz. Qarşı tərəf gəldi, dizə çöktü imamın qarşısında. Buna deyilir, helm. Yezid bu helmin qarşısında düşdü, gəldi, yalvardı xanım Zeynəbə İmam Səccadağa. Bir zaman Küfədə vali elədiyi Nöman ibn Bəşiri, balaca adamı yox, valini qoşdu karvana başçı, dedi apar bunları Mədiniyə. Bütün mirasların yığdı qoşunla o qarət olunan şeyləri qaytardı. Karvan verdi, dəvələr bəzətdirdi xanım Zeynəbçin. Bu helmin qarşısında Yezid kimi diktator sundu. Üçüncüsü, Allah bizə səmahət verib. Yavaş-yavaş qurtardım sözümü. Səmahət bilirsin nədir? Cud, ehsan, səxavət. İmam Səccadağadan söhbət düşüb. İmam Hüseyin Əsəlamın Kərbəlasından sonra bilirsiniz Mədinənin başına nə gəldi, bunu bilirsiniz. Hərrə hadisəsi. 12 min insan öldürdü. Hərrədə Mədiniyə hücum elədi. 12 min insan öldürdü. Evlərə soxuldu, ailə başçılarını öldürdü, nələr elədi. O qədər pis işlər gördü Mədinədə. İmam Səccad ağa onda Mədinədə idi. İmam Səccad ağa tək 400 ailəni yedirdirdi. Qapı-qapı gəzirdi. İmam Baqir ağa buyurur, atam dünyasını dəyişəndə gördüm çiynində çörək daşımaqdan kisənin yeri qalıb. Deyir, səxavət bulardadır. Səxavətin mənbəyi bulardır. Deyir, İmam Səccad ağa şəhid olandan sonra Mədinənin küçələrində gəzənlər bilirsiniz evlərdən nə eşidirdilər. Görürdülər evlərdə uşaqlar ağlaşır acından. Ana uşağın sakitləşdirir, bilmir, çörək gətirən kimi. Deyir, indi gələr züləmban, bala ağlama, xurcunlu kişi gələcək, xurcunlu baba gələcək. O bir dənə türk alimi vardı, rəhmətli Ömər Döngəloğlu. Deyirdi, niyə biz Noail babanı, Şaxta babanı, Çini xurcunlu Şaxta babanı deyirik uşaqlara? Amma bu 400 ailəyə çörək paylayan, Çini çörək paylamaqdan yara olan real İmam Zeynəlabidin ağanı tanıtdırmayaq, elə bunu xəstə kimi tanıtdıraq. Qardaş, 400 ailəyə öz əmoğlusu Seyyid gözlərdən kördür. İmam Səccad ağa gəlirdi, girdi, onun evini təmizləyirdi. Allah sənə rəhmət edin, Şeyx Abbas qulun, bunu qələm alan yerdir. Gəlir, təmizləyirdi, təmizliyin eləyirdi, yeməyin verirdi, gedirdi. İmamın yanında bilirsin nə deyirdi? Deyirdi, ay ərəb, sən kimsən? İmam demirdi, mən kiməm. Demirdi. Deyirdi, ay ərəb, sən sağ olasan, Allah səndən razı olsun, gəlib mənə qulluq eləyirsən. Allah mənim o əmim oğlu İmam Zeynəlabidin ağanın, o mən ağa deyirəm, Zeynəlabidinin cəzasını versin ki, o mənə baxmır. İmam demirdi mənəm. İmamın üzünə qarğış eləyirdi. İmam düşdü ölüm yatağına, 3 gün da gəlmədi. Bu kör kişi Seyyid çıxdı qapıya. Dedi, ay qonşular, gündə bir ərəb gələrdi mənim evimə xidmətə. İndi o yoxdur, o bilmirsiniz. Dedilər, nə ərəb, oğlun İmam Zeynəlabidin salam. Dedi, məni tez çatdırın ora. Tez çatdırın ora. Gətirdilər da imam şəhid olmuşdu.
Qəbrinin üstünə o qədər torpağı tökdü başına. Dedi Allah bundan sonra məni yaşatma. Üzün qoydu İmam Səccad ağanın qəbrinin üstündə dünyasını dəyişdi. 400 ailə İmam Səccad əleyhissalam yemək daşıyırdı. Ağa buyurur bizə 4-cü verilən 6 dənə demişəm o birləri qısa deyim. Şücaət. Şücaət bilirsin nədir? İmam Baqir ağa Kərbəlanın əsiridir. 4 yaşlı əsir. İmam Baqir ağa Kərbəlada olub. Ağadandır rivayət. Deyir 12 dənə uşaq bizi bir-birimizə bağlamışdılar Şama gedəndə. Böyükləri nizə qabağında qovurdular qabağa. Deyir biz qalırdıq, addımlarımız balaca idi, böyüklərə çata bilmirdik. Deyir bizi vururdular, bizi vuranda bibim Zeynəb qaydırdı geri bizə yad olsun. Qaydanda onları da vururdular, təzədən bizi də vururdular. Onlara deyirlər qaçın, bizə deyirlər çatın. Onlar qaydanda onları da vururdular. Nizənin ucu ilə böyüklərimizə vururdular. Deyir bizi elə saldılar Yezidin sarayına. Yezidin sarayına girəndə Yezid düşdü, gəldi əsirlərə baxır. Dedi axı məndə olan məlumata görə kişilər hamısı öldürülməli idi. Bu kişi kimdir salamat qalıb? Dedilər bu Ali ibn-i Hüseyndir. Ali ibn-i Hüseyn dedilər, dedim mənə çatan siyahiyə görə Ali ibn-i Hüseynin oğlu Əli öldürülüb Kərbəlada. Ağa buyurdu, Kan Əli 22 gün əsir gedən İmam Səccada. Bax, şücaət budur. Kan Əli əxun əkbar minni əntum qətəltum. Deyir, mənə çatan məlumata görə Allah öldürdü onu Kərbəlada. İmam buyurur, o məndən böyük qardaşım Əli idi. Allah yox, siz öldürdünüz onu. Hücum eləyir, xəncəri çəkir imamı vurmağa. İmam dərhal buyurur, kəramətuna əl-qətl. Şəhadət bizim kəramətimizdir, fəxrimizdir. Biz ölümlə qorxmuruq. Əli əleyhissalam buyurur, balığı sudan qorxuda bilmədiyiniz kimi Əlinin ölümdən qorxmaq olsun. İmam Səccad ağa buyurur, bizim üçün kəramətdir, şərəfdir, şəhadət. Biz dərhal dönür bibisi Zeynəbə deyir ki, bibim məni öldürsələr, bu əsirlər karvanın babamın şəhərinə sən çatdırasın. Qorxmur, xanım Zeynəb sinəsini verir qabağa. Şücaət, bizə şücaət verilib. Fəsahət verilib 5-ci, ikisi qalıb onda ərzəyim tez, fəsahət verilib. Fəsahət sözünün mənası Quran fəsihdir. Mocəz kəlam, az sözlə çox mətləb. Bu imam buyurur bizə verilib. İmam Səccad ağanın bir dənə Səhifə-i Səccadiyə adlı kəlamlarından düzəlmiş Zabur-i Ali Muhammed adlanan kitab var, dualardır. Bunu bir gün Seyyid Bürucirdi ağa bu kitabı Misirdə Əl-Əzhər Universitetinə göndərir. Əl-Əzhər Universitetinin professoru Təntani Səhifə-i Səccadiyəni oxuyur və bir məktub göndərir Seyyid Hüseyin Bürucirdi ağaya. Allah rəhmət eləsin. Deyir Seyyid, bunu niyə mənə gec göndəribsiz ömrümün sonlarında? Bu kitab fəvqəl bəşər, bəşərin kəlamından üstün, Allahın kəlamından aşağı kələm Səhifə-i Səccadədir. Fəsahət bizimdir. Ağa bir cümlədə 6 dənə Allahın verdiklərini danışır və tanıtdırır özün Şamda, Yezidi qarşısında dizə çökdürür. Buna deyirlər fəsahət. Nəhayət 6-cısı vəl-məhəbbətə fi qulubil müminin. Allah bizim məhəbbətimizi möminlərin qəlbində qoyub. Yezid, dur bizi öldür. Vallahi la təmqu mənayan. And olsun Allaha ki, bizi qəlblərdən çıxarda bilməyəcəksin. İndi bilirsiniz, niyə 14 əsrdir sonra buradasınız? 14 əsr sonra millət bu istiyayda tökülüb çöllərə. Allahın elmi, helmi, fəsahəti, şücaəti, onları Allah verdiyi kimi bunlar qazanılan deyil. Bu məhəbbəti qəlblərdə əkən Allahdır. Bunun arxasında Allah dayanır. Mən Kərbəlanın qəhrəmanlarından, əsirlərindən danışdım. Bir cümlə deyim, ərzim tamam olsun, yordum sizi. Allah başınızı ağrıtmasın heç vaxt.
Xanım Zeynəb salamüleyha İmam-ı Səccad ağada da qayıt demişdi, bibi məni öldürsələr sən qaytararsan. İmam-ı Səccad ağada bir yerdə qayıtdılar Şama, üzr istəyirəm Mədiniyə. Əvvəl Ərbəyində gəldilər Kərbəlaya, Kərbəladan döndülər, gedirlər Mədiniyə. Mədiniyə xəbər yayıldı, qabaqda atlı getdi. Hüseynin gedən karvanı gəlir geri Mədiniyə. Ümmü Kulsum xanım Əli əleyhissalamın qızı Mədinəni görəndə bir şeir oxudu. Ya Mədinətə cəddinə la təqbəlinə. Ay babamın şəhəri, bizi niyə qəbul eləyirsən? Qəbul eləmə. Biz Hüseynlə getdik, Hüseynsiz gəldik, bizi qəbul eləmə. Elə ki eşitdilər Hüseynin karvanı gedib. Peyğəmbər şəhəri tərpəndi, çalxalandı. Gəldilər Mədinənin girişinə cəmaatı qarşılamağa. Hərə öz əzini axtarır. Gördülər ad Hüseynin karvanıdır. Hüseyn yoxdur. Əbəlfəz ağa yoxdur. İçərilərdə heç kim yoxdur. Bir dənə arıq, həldan düşmüş İmam-ı Səccad ağadır. Qalanları körpələr və xanımlardır. Axı necə Hüseynin karvanıdır? Hüseynsiz gəlir Mədiniyə. Orada bir macəra baş verdi. Ümmü Loqman xanım Zeynəbin əmisi qızıdır. Əbəlfəz ağanın anası Ümmül Bəninlə qoşulub bir-birinə axtarırlar Zeynəbi. Bilirsiniz o yollar nə günə salmışdı əsirləri. Mən bu cümləni deyim. Gəldilər xanım Zeynəbin yanından, keçdilər, getdilər arxaya. Bir də qayıtdılar o izdihamla qabağa. Bir də gedəndə xanım Zeynəb gördü, əmi qızısı və anası deyim Ümmül Bənin yanından keçir. Dedi, bacı Ümmü Loqman, niyə bacıyı dindirmirsən? Dedi, xanım, sən kimsən? Dedi, Ümmü Loqman, bəs zamanə məni o günə qoydu, öz bacım özümü tanımadı. Mənəm Zeynəbinəm. Dedi, Zeynəb, bu nə haldır qurbanın olub? Zeynəb, mən səni yola salanda 7 qardaşla yola salmışdım. Hanı Cəlalın Zeynəb? Zeynəb, səni yola salanda şux qamətlə, ağ saçlar, qara saçlarla yola salmışdım. Niyə belüm bükülüb? Zeynəb. Deyir, bir dənə də xanımı səsindən tanıdılar. Danışmasaydı tanımırdılar. O qədər yanmışdı surəti. Danışanda Ümmü Loqman, Ümmül Bənin xanım dedi, Rübab sənsən. Rübab sənsən İmam Hüseynin xanımı Əliyəsərin anası. Rübab bu nə halda qalıbsan? Dedilər Rübab Əliyəsər şəhid olandan sonra əsla bir dənə kölgəyə girmədi. Bu əsirlik boyu hey günün qabağında oturdu. Dedilər Rübab niyə gün qabağında oturursan? Kölgədə niyə əyləşmirsən? Dedi, mənim körpə süd əmərim hələ isti qumların arasındadır. Mən necə bəs kölgəyə girim? Mənim Hüseynim isti qumların arasındadır. Necə mən kölgəyə girim?